Ulduz işarəsinin yerinə hansı müqayisə işarəsi olmalıdır? Baxaq. 39 və 41-i müqayisə etməliyik, düzdür? Dostlar, ədəd oxunda 39 41-dən daha əvvəl gəlir. Yəni 39 41-dən kiçikdir. 41 39-dan böyükdür. Deməli biz 39 kiçikdir 41 kiçikdir işarəsini istifadə edəcəyik. C variantı doğru cavab olacaq. Fikrimdə 2 rəqəmli ədəd var. Bu ədəd 43-dən böyük, 46-dan kiçikdir. Ədədin onluqları və təklikləri fərqlidir. Bu ədəd aşağıdakılardan hansıdır? Gəlin fikirləşək. Əgər bir ədəd ox çəksək, 0, 43 və 46 arasında hansı ədədlər yerləşər? 44 və 45 yerləşər, düzdür? Yəni ədədimiz ya 44 olacaq, ya 45. İkinci şərt də deyir ki, bu ədədin onluqları və təklikləri bir-birindən fərqli olmalıdır. 44-ün həm onluğu 4-dür, həm təkliyi, amma 45-in onluğu 4-dür, təkliyi 5-dir. Deməli bizdə şərtdən 45-i axtarırmış, 45-i istəyirmiş. B variantı doğru cavab oldu. Verilmiş ədədləri kiçikdən böyüyə doğru sıralayan. Gəlin baxaq görək ən kiçikləri hansıdır? Ədədləri müqayisə eləyəndə əvvəlcə onluqlarını müqayisə eləyəcək. Düzdür bu ədədlərdən. 59-da 5 onluq var. 35-də 3, 18-də 1, 23-də 2. 5, 3, 1, 2. Hansı daha kiçikdir? Əlbəttə ki 1. Deməli 18 aralarında ən kiçik 14-dir. Daha sonra 2 olacaq, düzdür? Yəni 23. Ondan sonra 3, yəni 35. Ən böyükləri isə 59 olacaq. Sıramız necə oldu? 18, 23, 35, 59. C variantı doğru cavabdır. Verilmiş ədədləri böyükdən kiçiyə doğru sıralayanda üçüncü ədəd aşağıdakılardan hansıdır? Əvvəlcə bu ədədləri böyükdən kiçiyə sıralayaq. Deməli 23, 11, 12, 19. 23-də 2 onluq var, amma 11, 12, 19-un hər üçündə də 1 onluq var. Deməli ən böyük 23 olacaq, düzdür? Daha sonra bu 3 rəqəmi, bu 3 ədədin onluqlar mərtəbəsindəki rəqəm hər üçündə 1-dir, yəni eynidir. Ona görə də təkliklərini müqayisə etməliyik. 1, 2, 9. Hansı daha böyükdür? Əlbəttə ki 9. Deməli aralarından ən böyük 19-dur. Daha sonra 2 ilə 1 arasında 2 daha böyükdür, yəni sonra 12 gələcək. Ən sonda isə ən kiçikləri, yəni 11 gələcək. Böyükdən kiçiyə doğru sıraladıq. İndi bu sırada 3-cü ədədi soruşur. 1, 2, 3. Neçə oldu? 12. C variantı doğru cavabdır. 23 üstəgəl 5 cəmini tapın. Gəlin alt-alta toplayaq. 23 üstəgəl 5. 3 ilə 5-in cəmi 8. 2 də olduğu kimi düşür. Elədi 28. Cavabımız oldu C variantında. Hesablayın və müqayisə edin. Ulduz işarəsinin həm sağ, həm sol tərəfində bir ifadə verilib. Ona görə gəlin əvvəlcə ifadələri həll edək, sonra alınan nəticələri toplayaq. Bir tərəfdə yazıb ki, 36 üstəgəl 3. 6 ilə 3-ün cəmi 9, 3 olduğu kimi düşür, 39. Sağ tərəfinə baxaq, 22 üstəgəl 17. Yenə alt-alta toplayaq. 2 ilə 7, 9, 2 ilə 1-in cəmi 3, 39. Həm sağda, həm solda 39 aldıq. Deməli, iki tərəfi bir-birinə bərabər imiş. Ulduz işarəsinin yerinə bərabərdir işarəsi yazmalıyıq. B variantı doğru cavabdır. Boş xanaya uyğun gələn ədədi yazın. Toplanan, cəm. Məchul toplananı tapmaq üçün nə edəcəyik? Cəmlə, yəni 45-dən, məlum toplananı, yəni 42-ni çıxacaq. 5-dən 2 çıxdıq qaldı 3, 4-dən 4 çıxdıq qaldı 0. Deməli, kvadratın içərisində 3 yazılmalıymış. B variantı doğru cavab. Vüsalın anasının 33 yaşı var. Atası isə anasından 5 yaş böyükdür. Vüsalın atasının neçə yaşı var? Deməli, anasının var 33 yaşı. Atasının yaşı neçədir bilmirik. Amma atasının yaşı anasının yaşından, yəni 33-dən 5 vahid böyükdür. 33-ün üzərinə 5 gələndə neçə eləyəcək? 3 ilə 5-in cəmi 8, 3 də olduğu kimi düşür. 38 cavabımız oldu C variantında. Fermada 50 qoyun, 30 keçi və 10 inək var. Fermada neçə heyvan var? Bunu tapmaq üçün onların hamısını bir-biri ilə toplamalıyıq. Düzdürmü? 50 üstəgəl 30, üstəgəl 10. Gəlin əvvəlcə 50 ilə 30 üstə toplayaq. 50-nin üzərinə 30 gələndə 0 ilə 0-ın cəmi 0, 5 ilə 3-ün cəmi 8, 80, üzərinə də 10 gələk. 80 üstəgəl 10, 0 ilə 0-ın cəmi 0, 8 ilə 1-in cəmi 9, 90. Deməli, fermada cəmi 90 heyvan var imiş. C variantı doğru cavabdır. Kamilin 32 manat, Faiqin isə ondan 13 manat çox pulu var. Onların birlikdə neçə manat pulu var? Yazaq. Kamilin var 32 manatı.
Faiqin nə qədər pul olduğunu bilmirik, amma onun pulu Kamilinkindən, yəni 32-dən 13 vahid çoxdur. Şərtdə isə bizdə ən sonda onların cəmi nə qədər pul olduğunu soruşur, düzdürmü? Gəlin əvvəlcə faiqin pulunu tapaq. 32 üstəgəl 13. 2 ilə 3-ün cəmi 5, 3 ilə 1-in cəmi 4. Deməli, faiqin 45 manat pulu var imiş. 45, 32. Onların cəmi nə qədər pul olacaq? Yazaq. 32 üstəgəlinsin 45. 2 ilə 5-in cəmi 7, 3 ilə 4-ün cəmi 7. Sən demə, onların cəmi 77 manat pulu var imiş. C variantı doğru cavabdır. Hesablayın. 24 üstəgəl 35 çıx 3. Əvvəlcə toplama əməlini yerinə yetirməliyik. 6-6 toplayaq. 24 üstəgəl 35. 4 ilə 5-in cəmi 9, 2 ilə 3-ün cəmi 5. Rədə 59. Daha sonra çıxma əməlini həll edəcəyik. 59 çıxılsın 3. 9-dan 3 çıxanda qaldı 6. 5-i də olduğu kimi aşağı düşürtdük. 56. Cavabımız oldu A variantında. Məchulu tapın. Azalan, çıxılan fərq. Məchul çıxılan tapmaq üçün nə edəcəyik? Azalandan, yəni 27-dən fərqi, yəni 25-i çıxacaq. 7-dən 5 çıxanda qalır 2, 2-dən 2 çıxanda qaldı 0. Deməli, cavabımız oldu A variantında. Fərqi tapın. 6-dan 5 çıxdıq, qaldı 1. 5 də olduğu kimi aşağı düşdü. Fərq oldu 51. B variantı doğru cavabdır. Şalvarın qiyməti 38 manatdır. Köynəyin qiyməti isə ondan 6 manat ucuzdur. Köynəyin qiyməti neçə manatdır? Gəlin yazaq. Şalvar 38 manatdır. Köynək neçədir bilmirik, amma onun qiyməti şalvardan, yəni 38-dən 6 manat ucuzdur. Yəni 38-dən 6 çıxmalıyıq. Kənarda 6-6 çıxaq. 8-dən 6 çıxanda qaldı 2, 3 də olduğu kimi aşağı düşür. 32 cavabımız oldu C variantında. 9 ədədi 49 ədədindən nə qədər azdır? Bunu tapmaq üçün nə etməliyik? 49-dan 9 çıxmalıyıq. Bu da bərabər olacaq 40-a. Deməli, 9 49-dan 40 vahid az imiş. C variantı doğru cavabdır.